önce açılmıştı aramız. Yine bugün hatırıma sen geldin. Kabuk tutmuş küllenmişti yaramız. Yine bugün hatırıma sen geldin. Kabuk tutmuş küllenmişti yaramız. Yine bugün hatırıma sen geldin. Ayrılık treni gelip geçerken, sevda dallarını delip geçerken, herkes kendisine bir yar seçerken, yine bugün hatırıma sen geldin. Ayrılık treni gelip geçerken, sevda dağlarını delip geçerken, herkes kendisine bir yar seçerken, yine bugün hatırıma sen geldin. Ne bir mektup ne de haber bekledim. Sabır deyip sevgimizi bekledim. Şöyle geçen yıllarımı yokladım. Yine bugün hatırıma sen geldin. Şöyle geçen yıllarımı yokladım. Yine bugün hatırıma sen geldin. Ayrılık treni gelip geçerken, sevda dağlarını delip geçerken, herkes kendisine bir yar seçerken, yine bugün hatırıma sen geldin. Ayrılık treni gelip geçerken, sevda dağlarını delip geçerken, herkes kendisine bir yar seçerken, yine bugün hatırıma sen geldin. Her vaxtınız xeyir olsun, hörmətli tamaşaçılarımız. Gününüz uğurlu, xeyirli olsun. Başladıq. Dünənki söz-söhbətin təsirindən ayrılmamış. Bugün də deməli, yəqin ki, o söz-söhbətin davamı ilə bugünkü qonaqlarımla olacaq. Siz də inanıram ki, ümumiyyətlə tamaşaçı maraqlıdır. Sənətdə olan, peşəsi göz önündə olan, diqqət mərkəzində olan insanların özəl həyatları, ümumiyyətlə dünyaya baxışı, səhnəyə baxışı və bugün də elə iki bir-birinə oxşar. Çünki bir Azərbaycanın musiqisidir, bir də Azərbaycanın idmanıdır ki, bir Azərbaycanlı olaraq ölkəmizin bayrağını digər ölkələrdə dalğalandırırlar. Çünki idmanın da sərhəddi yoxdur, musiqinin də sərhəddi yoxdur. Birazdan qonaqlarımı bura dəvət edəcəm və Orxan, zəhmət olmazsa əlaqə telefonlarımızı da təqdim elə izləyicilərimiz yazsınlar. Qonaqlarım buradadır, siz də qəşəng bir çay sizin qoyun qarşınıza, pülrəngi çay qonaqlarım maşallah. Mən beləyəm də gələn qonaqlarıma xüsusi qulluq eləyirəm. Yedirdirəm, içirdirəm, ondan sonra çıxardıram efirə ki, qoy enerjili olsunlar. Yoxsa ac qarnına gəl otur burada bir saat danış, sonra da boğazları quruyur. Bu arada bir təbrikim var, təbrikimi edim, yadımdan çıxmamış. Səhər tezdən bizim əməkdar artistimiz Təhmiraz Şirinov mənə söylədi ki, Samir, bugün mənim nəvəm Fidanın, həm də universitetdə oxuyur Fidan babamız, onun doğum günüdür. Oğlu Rizvanın qızıdır, mən də elə Təhmiraz Şirinovun adından
nənəsinin adından, ondan sonra mənim həmkarım elə qızımızın bebisi Saadət xanımın adından təbrik edirəm. Bibilərinin, dayılarının, xalalarının, hər kəsin adından təbrik edirəm. Fidan 100 yaşa, əsas odur babandan müğayət ol. Bax, yıxılıb baban, ondan müğayət ol. Müğayət olmamısan, kişi yıxılıb, göz dəyib ona. Və qonaqlarım buradadırlar əslində. İfası ilə istəyirəm mən, bizim Respublikamızın xalq artisti Ağadadaş Ağayevi yox, Ağayevin dost doğma bacısının oğlu Həbib buradadır. Həbib buradadır. Dünən gecə mənə əsəbləşdirib, amma gecə həyatımda nəsə danışmama var idi. Və ifası ilə Həbibi alaq studiyamıza, daha sonra bir idmançı qonağımız da mənlə bərabər olacaq, sizlərlə bərabər olacaq. Həbib, sabahın xeyir olsun, gəl. Sevgilim sen maral kimi, süzmeyi kimden öğrendin? Sevgilim sen maral kimi, süzmeyi kimden öğrendin? Ay kabağa cıgat ellim, düzmeyi kimden öğrendin? Ay kabağa cıgat ellim, düzmeyi kimden öğrendin? Sazım şirvan elinde, dilastelli sazım şirvan elinde. Dur gedək qazağa bir salam verək, dur gedək qazağa bir salam verək. Vaqiflə bir yerdə cıdır düzündə, Vaqiflə bir yerdə cıdır düzündə. Gözəl Qarabağa bir salam verək, gözəl Qarabağa bir salam verək. Dolar mı deyip gülmese, vurgun gezen yeri bize kim dese, vurgun gezen yeri bize kim dese. Ahmet o yerlere bir salam verek, Ahmet o yerlere bir salam verek. Ay önlem ölürem ey, ay önlem yanıram ey, hey 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 hey.
Təşəkkür edirəm. Mən Həmid, təşəkkür çox sağ edirəm. ol. Mənim dəyərli dostum, qardaşım, hər kaprizmə dözən qardaşım. Yaxşı ki varsan. Təşəkkür edirəm. Buyur, əyləş burada. Gəl burada əyləş. Necəsən? Nə var, nə yox, Həbib? Sağ ol, sən Ha, necəsən? orada istəyirsən? Harda istəyirsən orada. İstəyirəm orada oturasan. Üzbəüz, tet-a-tet. Burada da bir qonağımız oturacaq. O da idmançımızdır. Lap yaxşı. Hə, bu arada elə onu da qoy dəvət edeyim, gəlsin. O da ölkəmizin bayrağını illərdir müxtəlif ölkələrdə, dövlətlərdə dalğalandıran mənim idmançı dostum. İdmançılara çox böyük hörmətimiz var. Bugün Azərbaycan idmanına xüsusi dövlətimiz tərəfindən qayğı, diqqət, hər biri göz önündədir. Sərhəd Quliyev buradadır. Sərhəd, gəl. Sabahın xeyir olsun. Necəsən, nə var, nə yox, geç, əyləş, Sərhəd. Necəsən, sən necəsən? Çox sağ ol, Biraz orta təşəkkür tut ki, sən rahat yaxşı görün. Baş üstə. Yaxşılıqdır. Allah şükür, yaxşıdır. Təşəkkür edirəm. Verişə dəvət elədiniz. Aha, Müğənnimizə salamlayıram. təşəkkür. Gecə desən, gec yatmısan. Gedim, axşam məşğul olurdu. Zəng eləmişsiniz, üzr hesab edin. Zəng elədim, bir WhatsApp-da elədim. Hə, yazdım sizə. Yazdım, dedim, baş üstə. Çox WhatsApp-a zada girmirsən. Məşqdə olur o. Bizim axşam saat 7-də girirəm məşqə. Məşqimiz başlayır axşam saat 11-də, 12-də qutarır. Aha. 2 smendir də. 2 smen, 7-dən 9-a, bir də 9-dan 11-ə böyüklər gəlir. Böyüklər 9-dan 2-yə. 9-dan 11-ə kimi elə. Onlar indi məşqdən çıxana kimi elə, geyinərə kimi. Nə məşqidir Sərhəd? Əlbəxa döyüşdür, MMA-da. Bunlar xüsusi harasa hazırlaşırlar, eləyirlər o məşqlərdir, yoxsa? Eləsi var ki, özü üçün məşq eləyir, sağlamlığı üçün. Eləsi var ki, yarışda məqsəd qoyub qarşısına ki, mən istəyirəm ki, yarışda çempion olum, yarışlara çıxım. Hərənin bir fikri var da. Məsələn, elə valideyn var ki, mən istəyirəm ki, gətirir ki, mən deyir istəyirəm ki, mənim övladım sağlamlıq üçün, özünü müdafiə etmək üçün məşq eləsin. Məsələn, elə uşaq tələbələrimiz var ki, Xüsusi yarışlara istəyirlər. yarışlara üçün ondan sonra elə tələbələrimiz də var ki, məsələn, gələcəkdə peşəni seçirlər də, polis akademiyasına getmək üçün normativlər də var, hərbidir, başqa normativləri qurumlar da yerinə var, yetirmək bəli. üçün. Ona görə də gəlirlər məşq edirlər ki, hazırlıqlı olsunlar. İdmanla məşğul olmusan? 14 il Hansı növü ilə? karate vuruşmuşam. Karate. 2006-2007 Azərbaycan çempionu olmuşam. Uy. Şotaka. Qardaşım bilmədiyi sahə yoxdur. 2000-ci illərdə? 2006-2007-də. 2006-2007. 2011-də beynəlxalq turnirdə çempion olmuşam. Cavanlığım olub. Hə, 16-17-də. 6-7. 6-cı, 7-ci illərdə, bəli. Ona görə 2006-2007. idmançıları sevirəm. Mənim Sonra bəs niyə uzaqlaşdın idmandan? Yəni, bəzi səbəbləri oldu. Onunla bağlı məcburiyyət qarşısında uzaqlaşdım. Nə səbəbləri? Şəxsi məsələlər oldu, şəxsi məsələlərdən bağlı. Papam xəstə oldu, işləməli oldum, evi dolandırmalı oldum. Yataq xəstəsi oldu, evində böyüyü mən idim. Həbib, sən evin böyük uşaqsan, hə? Yox, mən oğlanlardan böyük mənəm, balaca Rəhimdir qardaşımdır. Həmid, bu qardaşındır. Rəhimdir. Rəhim. Hə. Hə, neçə uşaqsız evdə? Bir bacı, iki qardaş. Bir bacı, iki qardaş. İndi də anan birazdan sazdır. Bu arada Özündə saxlayır. hal-hazırda banlitsadadır. Allah şəfa. Hətta. Dünənlər ürəyinə aparat qoydular, ürəyindən bağlı problem yaşayır. İndi bu günləri təzədən yoxlatdırıblar ki, nələr baş verir, nə proseslər gedir. Yaxşıdır indi. Hələ ki həkimdədir, inşallah yaxşı olacaq. İnşallah yaxşı olacaq. Göydə Allah yerdə müalicə ilə. Oğlanlardan böyüksənsən də onda. Bəli, mamada həmişə elə problemdir. 2 dəfə ağır komadan qayıdıb. İndi yenə Şükür, yaxşı olar. İnşallah, inşallah. Evin böyük uşağı olmaq yaxşıdır. Sən evdə neçənci uşaqsan? Böyük. Böyük. Böyük uşağı yaxşıdır, yoxsa qıraqdan baxanda, yoxsa evin son 5 yıl olmaq daha yaxşıdır? Kaş evin son 5 yol idim. Kaş, niyə? Çünki bütün məsuliyyət böyüyün üzərində olur. Bütün Valideyndən sonra daha çox Bəli, bəli, böyüklərin üstünə evin düşür. məsuliyyəti böyüyün Evin son 5-in heç nə vecin olmur. Son 5-i bu da 3-də alacaq yox, 5-də verəcək yox. O sadəcə gözləyirlər falan problemi var, eləyəcək də. Onun da haqqı var da, böyük qardaşım nələrsə məndən ummağa haqqı var. Çünki biz necə özümüzdən böyüklərdən nələrsə vaxtı ilə ummuşuq, onun da haqqı var, amma çox vaxtı məsuliyyəti üzərindən atır, deyir, böyük valda eləyəcək. Sərət, səndə necədir? Siz neçə uşaqsınız? 2 qardaşım. 2 qardaş. Allah ömür versin. Sağ olsun ki. Hansınız daha çox məsuliyyətlisiniz? Yenə qardaş dediyi kimi, ən çox elə böyüyün üzərində məsuliyyət düşür. Evdə ailəyə də baxırıq, anaya da baxırıq. İndi özü burada hal-hazırda yoxdur özü. Xaricdə yaşayır özü. Xaricdə yaşayır qardaşım özü. Çoxdan? 2020-ci ildən.
Ailəlidir. Bəli, orada ailəli oldu. Allah şükür olsun. Bir dənə də qızı var. Salamlayırıq. Sağ olsun. Azərbaycan televiziyasının sərhədləri genişdir, hər yerdə izləyirlər, baxırlar. Evin böyüyü onda bütün məsuliyyət düşür üzərinə. Çox maraqlıdır ki, evdə valideynlər də həmişə elə bil ki, çox belirli, o qabaqlar idi, atırdılar hər şeyi balacanın üstünə. Deyirdi, məsəl üçün, ev qalıbsa, belə bir qanun yoxdur, ölkəmizdə belə bir qanun yoxdur. Valideynin hansısa bir mirası varsa, bu mütləq balacanın olmalıdır. Evi varsa, bu balacanın olmalıdır. Mal, mülk varsa, bu balacanın olmalıdır. Əslində belə bir qanun yoxdur. Bu elə bil ki, yazılmamış, amma insanların zaman-zaman rəayət elədikləri qanun qaydadır da. Amma nədənsə mən bu son dövrlərdə belə qıraqdan müşahidə edirəm, daha çox valideynlər böyük uşağın yanında qalmaq istəyirlər. Deyir ki, mən balacanı evləndirdim, ayırdım, böyüklə qalmaq istəyirəm, böyük qaldı mənim yanımda. Balaca da nələrsə eləyirlər, ha. Valideyn eləyir ona, yəni başdan buraxmır. Deyirəm, amma böyüyün yanında qalın. Böyüyə daha çox güvənirlər. Biz Sami necədir? Mənim fikrimdir, mənim subyektiv fikrimdir. O vaxt deyirsiniz ki, ev son 5-ə qalırdı. O vaxtki dövrdə indi uşaq sayı çox olurdu da. İndi 2 dənə uşaq olur, deyirlər ki, bəsdir də, vitfigura pozular. O vaxt 6 dənə, 7 dənə ailədə uşaq olurdu. Onlar da böyüdükcə valideyn də canı sulu olurdu, gənc olurdu, onları yer verilirdi. Ərəsində ev, işin gücünü təmin edirdi. Axırıncıya olanda ona gücü çatmırdı deyə, yəni ki, onsuz axırda mən balaca ilə qalacam. Hər şeyimdə onun olsun. Hə, nəyim də var, onun olsun. Bəli, nəyim var, onun olsun. Belə baxanda nəyi olurdu? Bir dənə ev olurdu. Hə, Ata evi. Ata evi. bir dənə misal var. Onda məsuliyyəti çox ağırda. Gələn ora gəlir. Yaxşı övlad neyinir atam alım, pis övlad neyinir atam alım. İnsan yəni, bir dənə düzündə evimiz var, heç vaxtda gözüm olmuyor. İstəyir qardaşım olsun, istəyir bacımın olsun. Kimin yolu olsun, Allah xeyrin versin. Rayonda? Bəli, bəli. Ata yurdudur. Kim qalır orada indi? Heç kəs. Biləsi var hansı kəndidir? Özü rayonun özüdür. Rayonun özündə. Bina evi yoxsa həyət evi? Bina evi, həyət evi, həyət evi. Həyət evi. 2 mərtəbəli 14 otaqlıdır. 14 otaqlı. Rəhim özü gözəl sənətkardır. Evi noldan remont eləyir. Onun işləmə qabiliyyəti çox güclü, tank kimi işləyirdi. Bir qadası da var özünün. Laqun da düşdü, onun qolunu kəsdi. İndi bir neçə barmaqları işləmir, amma onunla belə yenə də işləyirdi. Əziyyət çəkən uşaqda öz komandası. Yəni zəhmətkeşdir O ailədə. evi də yəni qəşəng remont eləyib. Amma yaşamırsınız. Yox. Niyə yaşamırsınız? Məsələn, bax, deyirsən 14 otaq, 2 mərtəbə ev. Sən Sami, Rəhmin də işi buradadır, mənim də işim buradadır. Kim yaşayacaq? Mamam da yaşlı adamdır, onu tək qoya bilmərik ora. Gedir, arada qalır, indi qohumundan, əqrəbədən gecələr gəlib yanında qulaq yoldaşı olurlar ki, tək olmasın. Amma uzaq qalsın bir ayda, bir aydan o yana cəmaatdan narahat olur. Tamam, aydın. Amma yayda belə gedib qalır. Yayda gedib qalırsınız. Sərhəd, ümumiyyətlə, valideynin reklamlara ayrılacaq, Orxan, bircə dəqiqə səbirli ol. Valideynin ümumiyyətlə əlində ovucunda olan, məsələn, mən sənin ata evində olmuşam da, o evdə kim olur indi? O evdə heç kəs, indi anamla bir yerdə qalırıq. Kim qalır? Anam mənimlə bir yerdə qalır anam indi. O evdə? Hə. Bir yerdə qalırıq da, yəni anam mənim yanımda qalır. Sən Sadəcə indi qardaşım burada olmadığına görə, atam da rəhmətə gedibdi. Ona görə də mənim yanımda. Sənin özündə ayrı evin var. Hə, o evdə heç kim qalmır. Sən Anam, atam yenə evində qaldım. hə, sən öz evində qalmırsan, gedib orada qalırsan. Anam belə, sən böyüyün sözünə qulaq asmaq lazımdır. Əsas deyildir, böyük xeyir dua verməlidir. Hə. Deyir, gəlin burada qalalım. Deyir, gəlin də, indi yaşlı insandır, nə məsələ görür, deyir, baş üstü, problem yoxdur. Həm də insan yaşlansa, uşaqlaşır, özü xətnə də dəyimli olmaz da. Olmaz. Sərhəd, bax, o ata yurdunda olan evi anan kimə verib, sənə yoxsa qardaş? Bizdə fərqi yoxdur, məndə bir şey var. Ta ki, mənim atamın evi olsa da və yaxud da olmasa da, mən istəmişəm, mən özüm çalışım, özüm alma evi. Almışam da. Amma ata yuvaz evidirsə, mənim öz fikrimdir, o ananındır. Oğul da ailə qurur, elə uşaq var ki, balaca olsa da deyir ki, yox. Qardaşının başqa evi var? O xaricdə yaşayır, bəli. Orada evi var onun. Orada evi. Məsələn, mənim öz fikrimdir. İndi mən başqalarının fikrinə mən hörmətlə yanaşıram. Mənim bir fikri var. Mənim heç vaxt istəməm. Mənim atamın nə maşınında, nə evində gözüm olmayıbdır. O anamındır. Maşallah.
Amma elə oğullar var ki, bəs evdə 4 dənə oğul olur. Qırğın düşür. Qırğın düşür bir dənə evin üstündə, ana qalır ortalıqda, axı batırlarsa qocalır bir dənə. Ona görə Deyirlər bu dəqiqə sat mənə ver. Mən elə şey xoşlamam. Vay. Mən üzr istəyirəm, atam məsələn mənə pul verib ki, get dükanda nəsə al gətir mənə. Gətirib qəpiyinə kimi qaytarmışam. Çünki necə deyim, yazığım gəlib də, sən gecə gündüz işləyibdi. Eynən mənim kimi. Hətta qəpiyinə kimi gətirib qaytarmışam ki, tezdən durursan saat 6-da yersən işə, biz amma istəyib yerimizdə yatırıq, gətirirsən anamız bişirir, biz yerik. Mən qəpiyinə kimi qaytarmışam, əziyyət çəkiyorum. Amma elə o övlad var ki, heç qəpiyini də qaytarmır. İstifadə eləyir. Ümumiyyətlə, atadan, anadan yaxşı mənada yox, elə pis mənada istifadə eləyir. Reklamlarımızın vaxtıdır da, reklamlardan sonra davam eləyəcəyik. Davam edirik, əziz tamam. Biz reklamlarda da danışırıq. Valla reklamlarda da dinç dayanmırıq, danışırıq, oradan buradan söhbət edirik. Həbib, neçə ildir sükan arxasındasan? Mən 6-cı sinifdən maşın sürürəm. 6-cı sinifdən. Maşının olub 6-cı sinifdən? Bəli. 6-cı sinifdə axı... Rəhmətli papam o vaxt ad günümüzdə almışdı. 79-40 Volvolar var idi. Ondan boyum da çıxmırdı oradan. Onda atanın imkanı normal olur. Babamın imkanı çox möhtəşəm idi. İndi Biləsuvarda bilənlər bilir. Ömür boyu ticarətlə məşğul olub, restoranları olub. Rayonda 2 dənə restoranı var idi, şəhərdə var idi. Sonra biznesi var idi. Xəstələnəndən sonra vəziyyət dəyişdi. Amma o vaxta kimi hər şey gözəl idi, qəşəng idi. Neçə yaşından sonra atasız qaldınız? 10 ildir, 11 ildir. Neçə, 11 yaşın vardı sənin? Yox, 30 yaşımda. Rəhmin onda var idi, 24-25 yaş. Onda ata neçə yaşında dünyasında yaşayır? 63 yaşında. 63 yaşında. İnsan nə qədər böyük olsa, səndə də atan dünyasında yaşayır. Allah rəhmət eləsin. Səndə neçə? 2019-da. Mən sizə yanında atan sağ idi. Yadımdadır da kişi. İndi kimi yadımdadır. Ayağın tapışqasına qədər yadımdadır. Mən necə qarşılamışdı. İstəyirdi, onu mən verdi, onu da yiyib. O qədər də sağ olsun, anası gözəl sifrə açmışdı. Allah ömür versin, Allah anasına uzun ömür, can sağlığı versin. Ana baş tacıdır. Evdə böyük başqa bir şeydir. Bayaq dediyini evdə böyük olmaq, böyük olmağın bir şey də var ki, ata dünyasını dəyişəndə hiss edirsən ki, artıq mən böyümüşəm. Onda hiss edirsən ki, böyüməyidir. Neçə yaşın olsun, atan varsa, elə bir sən uşaqsan. O dünyasını dəyişəndə hiss edirsən ki, böyümüşəm ki, mən. Həm də bütün məsuliyyət şu üzərində. Məsələn, səndə nədən getdi atan rəhmətə? Qaraciyəsi. Niyə o kişi? Durduğu yerdə elə qaraciyəsi yer olsun. Allah rəhmət eləsin. Ölənlərə üzr rəhmət. Neçə yaşı vardı kişinin? O da elə 63 yaşında rəhmət. 63. Cavan gedib. Heç pensiya yaşına çatmadılar da. Yox, pensiya alırdı. O tez çıxmışdı pensiyaya. Tez çıxmışdı pensiyaya. Qismətlə. Yaxşı insan idi. Mənim yadımdadır. Bizi elə saxlayırdı ki, vallah. Bəy kefində. Hə də, yenə də indi mən onunla həqiqətən indi Allah ölənlərə rəhmət eləsin. Allah canını sağ eləsin. İndi ona deyirdim ki, nədir? Nasıl elə vaxt o ki, yalvardım ki, atama dəymədə ölməsin. Bilim, eyb yox elə. Xəstə olsun. Hə, bilək ki, evimizdə böyük var, ağsaqqal var. Ata başqa şeydir. Quru nəfəsi gəlsin evdən. Bəs nə? Atamı çox istəmişəm dəyişər. Qismət. Sərət, İnsanın içi, Həbib çox gözəl dedi, insanın neçə yaşı olur olsun, elə bil ki, atıya ehtiyacı olur da, çətinə düşəndə, dara düşəndə elə hər kəvizə, o his keçir ki, kaş ki, kişi sağ olardı. Samir, mən özümə həyatda bir şey bağışlamamışam, bağışlamayacam da heç vaxt. Bu, az da olsa həqiqətdir. Gecə gəldim papam gilə, mən tək yaşayırdım. Gəldim, indi olmasın, gördüm ki, uzanıb divanda, işdən gəlib, onu da restoran işlədirdi. Söhbət elədik, çay içdik, danışdıq, hiss olunmuş, yəni bu kişi nəsə olar da. Gecə saat 4-ün yarısıydı. Dedim, mən gedim, qayıt ki, bala, bəlkə qalasan bugün burada, sabah gedəsən. Dedim, yox, tezdən sabah işim var, gedməliyəm. Onda da serialda oynayırdım, Boyunbağı serialında oynayırdım. Evdən geyimdə keçimdə getməliydim çəkilişə də, belə adi formadaydım. Dedim, sabah çəkilişim var, mən gedməliyəm də, ona görə sabah axşam yenə gələrəm. Belə sağollaşdıq, elədik, 4-ün yarısı getdim. Mən də ümumiyyətlə ömür boyu mənim telefonum səssizdə olub da, səsliyə qoymuram.
telefona zəng gələndə görürəm ki, zəng gəlir, cavab verirəm. Görmədimsə səssiz olur, sonra götürüb aparatını dönüş eləyirəm. Elə bir qismətdəndir, telefonu qoydum, səsliyə yatdım. Səhər saat 7 idi, gördüm dayanmadan Rəhim mənə zəng vurur. 7-də mənə nəyə görə zəng vursun, axşam gəlmişəm. Açdım Rəhim, gördüm ağlayaqla yatdı ki, papa ölüb. Dedim, sən nə danışsan, səhər 4-ün yarısı gəlmişəm papanın yanından. Nəzər dedi, Sən kəşke qalardı. dedi divanda oturdu, işə gedirdi, zorabını giyəndə divanda da ürəyə partladı kresloda. Onu həyata boyu özümə bağışlamadım ki, Kəşke orada olardım. Allah heç bir övladı atasız qoymasın. Atasız qoymasın. bəli. Samir elə vaxtlarım olur ki, elə bir dənə dara düşürəm, sıxıntıya düşürəm ki, onun quru təsəllisinə ehtiyacım olur. Deyirəm, kaş qardaş bayaq dedi ki, xəstə olaydı, amma sağ olaydı. olaydı. Otururam, maşına sürürəm, onu işlədi, restoranın qabağını indi başqaları işlədir. Otururam orada maşında, restoranla danışıram ki, elə bir dərdimi deyirəm ki, baba, falan şey, elə bir təsəlli alıram. Hər yerdə onu axtarırsan. Hər yerdə onu axtarırsan. Sən nə dedin, Sərər? Məsələn, onun oturduğu yerləri bilirdim də orada oturdu. Orada keçəndə gözüm elə həmişə ora baxır. Mən həqiqətən də ata yaxşı idi. Kimsə deyir, məsələn, atanı qızlar çox istəyir. Nəyəm, valla, mən o elə də çatmıram, amma mən atamı dəyişə çox istəmişəm. O evdə olmayanda o yatdığı üzüsən, balışını eləyirdim, o neysə, qoxusun, evdə olmayanda. Evdə olmayanda. Belə uşaq vaxtı. Nə İndi qədər nə ilə təsəlli aldım, ailəmlə, öz övladlarımla. Allah Məsələn, saxlasın. Allah hamına balans saxlasın. Ata deyəndə, məsələn, evə gələndə qabağa qaçanda oturub fikirləşirsən ki, indi qismətdir, onsuz hamısının axırı o bir dünyadır. Bəli. Mən də bütün günü oturum, atamı fikirləşim, bəs mənə sabah bir şey olsa, bəs mənim övladlarıma kim baxacaq? Anama kim baxacaq? Ailəmə kim baxacaq, anama kim baxacaq? Ana da qocalır, yaşlaşır. Ona görə övladlarımla təsəvvür aldım. Mən atam xəstə idi, elə dünyasını dəyişməmişdi. Oktyabrın 30-da, səhər 9-un yarısında gözümüzün qabağında ilə rəhmətə getdi. Gözünüzün qabağında. Bəli, gözümüzün qabağında rəhmətə getdi. O deyirdim ki, sən ata ölsən, mən qala bilmərəm də. Amma insan... Bütün günü sənin qəbrinin üstündə. Gecə getmişəm, 3-4-də getmişəm. Məzarın üstünə. Getmişəm. Dostlarımla getmişəm, dostlarım sağ olsun. Getmişəm, evdə zəng ibarəsi demişəm, atamın məzarın üstünə. Məzarın üstünə. Ondan biraz qorxubdur, demişəm, nədən qorxusun ki? Gəlib ziyarət etmişəm, oturmuşam elə bir saat. Rayonda dəfn eləmişsiniz? Yox, burada. Burada dəfn eləmişsiniz. Qismətdir, hər bir talihi var, valla. Bəli, hər kəsin bir talihi var. Xoşbəxt o valideynlərdir ki, istəyir sağ olsunlar, istəyir dünyadan köçsünlər, övladları tərəfindən dəyər görürlər. Övladlar dəyər, bilirsiniz nə dəyər? Diqqət görürlər övladları tərəfindən. Övladları arayır, axtarır. Ola bilər heç maddi valideynin heç nəyə ehtiyacı yoxdur, amma o diqqətə mütləq ehtiyacı var. Təsəvvür elə ki, indi şükür Allah, hamının özünə görə 5 manat, 3 manat qazancı var. Qazanlıq, ora gedirik, bura gedirik. Məsələn, anam rəhmətlik, Allah bütün valideynə rəhmət eləsin. O nə, məsəl üçün, pensiya alırdı, o dövrlərdə pensiya az idi, 200 manat, 300 manat idi deyəsən. Qardaş, elə bir ucdan pul verirdi. Deyirəm, bu pulları hardan alırsan? Bərəkətdir. O qədər bərəkətli idi pulu. Mən indiki kimi yadımdadır. Biz indi o qaçqınçılıq həyatı yaşamışıq da. Hər şükür olsun bu günümüzə. Allah ölkəmizin ali baş komandanını qorusun. Rəşadətli ordumuzu qorusun. Qazilərimizə can sağlığı, şəhidlərimizə qəni rəhmət eləsin Allah. Biz o çox ağır dönəmləri keçmişik. Məsələn, biz görmüşük, bilirəm, Sərhəd də görüb o şeyləri. Bir
O zamanlar ben burada yaşayırdım. Bir həyət evimiz var idi. Neysə getdim kreditə bir yataq mebeli aldım. Yataq mebeli aldım. Elə olurdu ki, özüm almışdım. Aylığını da özüm ödəyirdim. Çox da belə böyük aylığı yox idi. Təsəvvür elə ki, onun bir də gördüm ki, anam deyir ki, mən getdim onun aylığını ödədim, gəldim. Deyirəm, eləmə də sən özüm ödəyəcəm. Yox, deyir, nə bilim, əlimdə var idi, getdim, ödədim, gəldim. Təsəvvür elə Həbib, biz elə oldu ki, mən da bu şəhərdən başqa şəhərə də köçdüm. Evin bütün əşyaları da elə o şəkildə satdım burada. Əşya qarışıq. Ustaya dedim ki, bir dənə təzə evə köçəndə, orada bir dənə mebel var, onu mütləq gətirməlisiniz ha bura. Evdəkilər mənə dedi, neyinirsən dayı? Onun bir də orada sök, nə qədər xəç xəsarətdir. Bir də təzən gətir burada onu quraşdı. İndiki mebellərdə belədir axı. Bir orada sök, bir gətir burada quraşdı. Həmin pula get buradan qəşəng bir mebel aldı. Dedim, yox, nə danışsan? O mebel gəlməlidir bura, bu evimizə gəlməlidir. Söktürdüm, gətirib quraşdırdım evdə, məsələn də oğlumun yataq otağındadır da. Nə qədər də oğluma da demişəm, deyirəm, sabah evlənəndə filan da birdən buranı dəyişərsən, ha bu mebeli. Qətiyyən də, mənimkin nəsə elə, nə bilim, saat və yaxud dəyişək. İstəsən əgər dəyişmək, sabah onun arvadı özünə ceyiz gətirəcək də, şübhəsiz ki. Deyirəm, onda ev yox, bunu keçirdəcəm mənim otağıma. Bu mebel mənimdir. Hər otağa girəndə inanırsan ki, anam yadıma düşür. Hər otağa girəndə. Valideyn bax bu deməkdir. Valideyn, bugün çox təəssüf edirəm, o qədər oğlanlar var, yekə-yekə danışırlar. Analarından xəbərləri yox. Atalarından xəbərləri yox. Yekə-yekə danışırlar. Gedirlər, içirlər, ana muğamı oxutdururlar. Nə bilim, ana, nə bilim, falan. Anasından xəbəri yoxdur. Bilmir, ana acdır, susuzdur. Bilmir, ana, nə bilim, nədir, ata nədir. O günləri bir, demirəm, yaxınlarımızdan bir nəfərin atası xəstələnib. İnansan, gözlüklər ki, görüm, haçan öləcək. Məsələn, danışırlar, mənə qulaq asıram belə. Deyir ki, məsəl üçün, filan əlamətləri var. Adam sağdır, yeyir, içir. Biraz nasazlayıb da. Həkim dedi ki, bunu aparın evə, buna nəsə olacaq. Mən anamın ölüsündən də əl çəkmədim. İnansan, Həbib. Adamın ölüsündən əl çəkmədim. Dedim, yox, nəsə düzələcək. Ən axırıncı, nə deyirlər ona, ümidim var idi ki, nəsə olacaq, nəsə dəyişəcək, bir möcüzə olacaq. Qoyublar qabaqlarına, gözlüklər ki, əl üstündə, ayaq üstündə danışır, yeyir, içir. Həkim deyib ki, yaxşı deyil. Sami, həyat bu berandır. Hə də, məsələn, həkim deyir, yaxşı deyil. Elə bir ki, oturub ölümün gözləyirlər. Çox təəssüf. Valideynə qarşı necədirsə, bir gün onu yaşayacaq. Mütləq yaşayacaq. Çox təəssüf edirəm. Valideynin qardaş haqqı ödənməz. Kim nə deyir desin, valideyn haqqı ödənməz. Dünyada hər şeydən ikinci dəfə əldə eləmək olar, amma atadan, anadan mümkündür. Qətiyyən mümkün deyil. Təsəvvür edək ki, Sərhət, mən ən son anam artıq dünyasını dəyişirdi. Biz xarici ölkədə olduq, sonra gəldik Azərbaycana. Burada belə çıxmasın. Yəni elə belə klinikada yatmırdıq. Yəni güvənirdim ki, burada da nəsə yaxşı bir şey olacaq. Qardaşım, bacım, nə bilim, uşaqlar hamısı görüşlər anamla vida elədilər də. Məsələn, mən anamı öləndə görmədim. Mən bu otaqdaydım. Həkim mənə dedi ki, bəs geç o otağa və görüşündə artıq vəziyyət o deyil. Mən girmədim otağa. Mən anamı görmədim ki, dünyasını dəyişəndə. Məsələn, siz deyirsiniz ki, gözünüzün qabağında olub da. Məsələn, o səhnəni görmədim mən. Dedim, o şeyi görsəm, ürəyim partlayar orada. Həkim deyir, hazır olun. Adam, mən inanmıyorum. Deyir, buraya həkim yalan edəcək. Dava edirdim həkimlərlə. Deyirdim, yalan demişsiniz. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Valideynlərimizin qədrini bilin, əziz bizi izləyənlər. İncitməyin onları. Valla onları nə qədər incitsəniz, qəlblərinə dəysəniz,
işiniz gücünüz heç vaxt düz getməyəcək. Demirəm, aparın ona var verin, dövlət verin. Ən azından telefonu götürün, gündə bir iki dəfə bir yığın. Necəsən, nə tərsən, ürəyin nə istəyir? Bilirsiniz nə deməkdir onlar üçün? Bizə adi gələ bilər o. Amma onları mütləq arayın, axtarın, yığın, danışın. Vaxt olacaq, həsrətini çəkəcək. Qardaş, o yığmaq, yəni var ki, söz xətirindən yığasan elə belə, amma yox, sən içindən gəlməlidir, o sənin valideynindir. Harada olursan, nə vəziyyətdə olursan, o, ben 2 dəqiqə reklam arası çıxdım, yığdım, soruşdum ki, gördüm. Necə oldum, amma nətərsən? Sən onu hər dəqiqə maraqlanmalısan, insan yaşlaşdıqca uşaqlaşır, sən onun nazından oynamalısan. O səni böyüdüb, boya başa gətirib, çatdırıb, səni həyatda hər şeylə təmin eləyibsə, ucu uşaqlaşır, sən onun nazından oynamalısan, sənin borcundur. Bir də çox vaxt oğlanlar həyat yoldaşlarına görə valideynlərinin üstündən xətt çəkirlər. Sərhəd, məsələn, ailə qururlar arvadına görə, nə bilim, qızlar ərinə görə, elə belə deyim də, kobud da səslənsə, elə bir arvadının sözünü deyir, ananın sözü orada olur keçərsiz. O kişinin zəifliyindəndir. Hə? Oğlanın zəifliyindən. Elə oğlana, elə kişi deməzdim. O kişinin zəifliyindən. Kişi struktur elə qoymalıdır ki, bünövrə elə qoymalıdır ki, Birinci növbədə anaya hörmət olmalıdır. Bəli, yoldaşın özünə yer olmalıdır və yoldaş sənə baxıb, sənin qədər sənin valideyninə hörmət eləməlidir. Sən də həmçinin onun valideyninə hörmət eləməlisən. Yox, sən yoldaşın mənə hörmət eləmir, valideynimə valideyni aşağıda tutsa, sən necə yaxşı insan ola bilərsən? Sən valideyni yoldaşının ayağına verirsənsə, sən necə yaxşı oğlad, yaxşı valideyn övlad ola bilərsən, necə ola bilərsən? Sən valideyninə qarşı biganətsənsə, sən necə dost ola bilərsən? Həbib, şəhid yolda, Həbib subaydı, şəhid yoldaşın anavın xətrinə dəyib heç, cüzi də olsa. Yox, hamının anası öz üçün şirindir. Yəni, sən hər şey evin üzrüsən, kişisindən asılıdır. Yox, bu günləri hansısa bir kişi öz həyat yoldaşının sözünə oturub durursa, anasına, atasına kredit çəkirsə, mən şəxsən onu yaxşı övlad demirəm. Əlbəttə. Ana gəlini danlayar da, yolda göstərər. Yox, əgər gəlin, nə bilim, dura ana ilə, qaynənə ilə böyük danışır, mən ona yaxşı baxmıram mən. Böyük-böyükdür, kiçik-kiçikdir. Əlbəttə, hamının anası, atası özünü şirindir. Bizim sponsorlarla bağlı bir şifahi məlumatımız var, onu təqdim eləyək. Bu arada da hörmətli sürücülər, diqqətiniz məndə olsun. Avtomobilinizin texniki nasazlığı varsa, baxın, ikimiz də sürücüsüz, hamımızda. Usta gəzməyin. Hamı deyir ustayam. Hamı deyir ustayam, məndən yoxdur. İndi həftənin birinci günündən Eko Avtoservizdən bizim burada nümayəndələrimiz də olacaq. Deməli, avtomobillərin texniki nasazlığı ilə bağlı birbaşa efirimizə müraciət edə biləcəksiniz. Peşəkar ustaların yanı, necə peşəkar həkim axtarırıq, peşəkarda usta yanına gedin. Peşəkar, hər bir işdə peşəkar axtarır. Bu dəqiqə hamı deyir, mən ustayam. Adi ev tikdirirsən, ev təmir edir, deyir, ustayam. Gəlir, görsən, bu heç nə deyil, sən ondan çox bilirsən. Yalandan 5-6 dənə də şəkil çıxardıb özü ilə gətirir. Falan kəsin evini təmir eləmişəm. Eləcə də ustalar, avtomobil ustaları. Baxın, sizin avtomobilinizdə nasazlıq varsa, Eko Avtoservizdən əlaqə saxlayın. Hamısı Almaniyada, Türkiyədə, Rusiya Federasiyasında sertifikatla təmin olunmuş ustalardır, orada kurslarda iştirak eləmiş. Elə maşına uzaqdan baxan kimi bilir ki, harasında söküb dağıdıb sonra tapır ki, filan şey filandır. İzləyək, davam edəcək. Sponsorumuz Doktor Seyfəddin Klinikasıdır. Bilirsiniz, Həzrət Aslanov metro stansiyasının çıxışı Söhbət Xətai rayonundan gedir. Doktor Seyfəddin Klinikasında bütün müalicə və müayinələr təbii üsullarla aparılır. Və xəstəliklərinizi tam təbii üsullarla müalicə elətdirib sağlamlığınıza qovuşmaq istəyirsinizsə, aşağıda gördüyünüz telefonlarımızla əlaqə saxlayın. Doktor Seyfəddin və onun komandası sizin sağlamlığınızın keşiyində dayansınlar. Təşəkkürlər.
Hörmətli sürücülərimiz, sükan arxasında narahatçılıq keçirirsinizsə, avtomobilinizin hər hansısa bir yerində texniki nasazlıq yaranıbsa, siz qətiyyən narahat olmayın. Çünki Eko Avtoservis sizin xidmətinizdədir. Əgər avtomobilinizdə bu texniki problemi, texniki nasazlığı aradan qaldırmaq istəyirsinizsə, usta müəyyən sexlərə getməyin. Çünki qeyri-peşəkar ustalarımız çoxdur. Biz sizə peşəkar ustalar təklif edirik. Çünki ekoservisdə çalışan, avtomobilin istənilən, belə deyim də, nasazlığını aradan qaldıran ustalarımız dünyanın bir sıra Avropa ölkələrində sertifikatlarla təmin olunublar. Və qiymətlərə gəlincə, bunu da vurğulamaq istəyirəm ki, qiymətləri çox münasibdir. Çox münasibdir. Elə bu narahatçılığınızı aşağıdakı nömrələrlə əlaqə saxlayıb, anındaca aradan qaldırıb açarlarınızı təhvil ala bilərsiniz, hörmətli sürücülərimiz. Sen hardan biləsən sevgi nədir, sevmək nədir? Qaranlıq gecəsən, əzab nədir, vicdan nədir? Sen hardan biləsən kədər nədir, qüssə nədir? İstədim görəsən, həsrət nədir, hicran nədir? Yar yansın, ürəyin mənim kimi dağlasın, ağlasın, gözlərin dəniz olub çağlasın. Yar yansın, ürəyin mənim kimi dağlasın, ağlasın, gözlərin dəniz olub çağlasın. Kaş ki gelmeyeydin, ömürden ömür alalım. Kaş ki sevmeyeydim, hiç vakit olmadı yalanım. Birce günahım var, o da seni çok sevmeyim. Kalbimde yaralar, açıp derinler meleğim. Yar yaransın, yüreğin benim kimi dağlasın, ağlasın, gözlerin deniz olup çağlasın. Yar yansın, yüreğin benim kimi dağlasın, ağlasın, gözlerin deniz olup çağlasın. Yar yansın, yüreğin benim kimi dağlasın, ağlasın, gözlerin deniz olup çağlasın. Yar yansın, yüreğin benim kimi dağlasın, ağlasın, gözlerin deniz olup çağlasın. Teşekkürler Həbib, çox sağ ol, çox təşəkkür edirəm. Yeni mahnıdır bu. Bəli, bəli. Yenə Arzu ilə işləyirsən. Bəli. Arzu Abbasovanı buradan salamlayırıq. Bilsəydim Arzunu da çağırardım bu günləri.
Dəyişilməz ünvandır da. Ora sənin üçün. Arzu. Çox maraqlıdır ki, hər müğənninin bir studiyası var. Harada mahnı yazdırır, yazdırsın, deyir, yox, oranı istəyirəm. Arzu ilə mənim işbirliyim çox gözəldir. Elə? Həm pozitiv insandır, həm də işin bilən adamdır. Mən deyirəm ki, Arzu ilə mahnı istəyəndə söhbət edim, deyirəm, Arzu, mövzu belə bir şey olsun. Hazırdır, bir gün hazırdır. Sabaha hazırdır sözlər. Sabah yığır ki, sözlər bu musiqi hazırdır, gəl. Gedirik, baxırıq, nə lazımdır, çıxardırıq, əlavə edirik. Aranjmanı hazırlayırıq 2 günə, 3 günə, oxuyuruq. Ondan zapis eləmək də asandır. Doğrudan. Vallahi rahatdır. Studiya var gedirsən ki, bir mahnını, nə Öz bilim, səsi və özünü tanımırsan. 2 saat, 3 saat oxuyursan, baxırsan ki, bunu verirsən də işi tuta bilmir. Arzu ilə mən, bu sözlərin bilmədiyim belə mahnı olsun, ha, Samir. Gelsin sözü elə orada baxım, yarım saata uzağı zapis hazırdır. Elə gözəl işləyirdi, elə gözəl işləyir. Maşallah. Çox müğənnilərimizə onun əli düşərli, uğurludur. Sənət, sənin səfərlərin belə işlə bağlı? İnşallah mart ayında Qazaxıstana gedəcəyik Allahın köməyi. Mart ayında. Mart ayında. Hə, ona hazırlıq gedir. Deyirsən ki, 2 növbə çalışırıq. Bəli, indi ora komanda aparacağıq dünya çempionatına. Qazaxıstanın Astana şəhərində olacaq inşallah. Mart ayının 28-29-u yarışlar başlayacaq. Yaxşı tələbələrim var. Yaxşı döyüşən. Neçə nəfər heyətlə gedəcəksiniz? İndi ora dünya çempionatı, hər çəkidə bir uşaq aparmalıyıq. Hər çəkidə bir uşaq. Sənət gedəndə bu uşaqların bu maliyyə tərəflərini kimlər həll eləyir? Elə vaxt olur ki, valideynlər də verir. Ondan sonra indi deyirik də, indi sağ olsun, kömək eləyən yaxşı insanlar var. Onlar da dəstək olurlar. Ondan sonra məsələ həmən insanlar deyir ki, yarısını mən verim, yarısını valideynlər versin. Valideyni versin. Eləsi var ki, deyir, məsələn, mənim bir tələbəm var idi, gedirdi rayona, Göyçaya gedirdi, orada yarışımız olacaqdı, bu da döyüş növlərinin Respublika Kuboku. Məsələn, düz indi bir dəqiqə indi valideynlər nə maaş alır ki, tutaq ki, 500 manat, 600 manat maaş alır, yeməyə var, içməyə var, kommunaldısa, mən onlar da gözəl başa düşürəm. Bir dənə yaxşı bir tələbəm var idi. O da imkansızdır, indi yox olmadığına görə sağ olsun. Öz məşq yoldaşları ilə yığdılar, köməkli elədilər. Yerdə qalanda mən özüm köməkli edim. Yaxşı idmançılarımıza dəstək olmaq lazımdır. Bu günlərə onun pulu yoxdursa, mən onu aparmayım, yox. Elələrini aparmaq lazımdır. Dəstək olmaq, elə güclü idmançıdır. Bilirsən ki, bunun gələcək, mən də o vəziyyətdə olmuşam. Elə vaxt o ki, qardaşım fəhlə işləyibdir, ondan sonra nə bilim, elə vaxt olur ki, dost tanışlarım, məsələn, bizə qardaşım gedib, deyib ki, bəs qardaşım Bakıya getmədik, yığma komandaya pulu. Heç səs deyilməz ki, mən rahat gəlib oturmuşam istədiyim yerdə. Hamı əziyyətlə gəlib çıxır bu yerlərə. Ona görə də qurban Allah, hər şey Allahın əlindədir. Görür ki, sərhəd bu sənəti sevir də, Samir bu sənəti sevir, yolunu açır ki, get indi rahat. Get rahat işini gör. Ona görə də nədir onun adı, sağ olsun, dəstək olan insanlara təşəkkürümü bildirirəm. Mən tələbələrimə köməklik edirəm mən. Görürəm ki, yaxşı tələbədir, müəllimin qədrini bilir, müəllimin əziyyətini yerə vurmur. O da sözsüz idmançı olmuşsunuz da. Heç bir tələbə müəllimin əziyyətini yerə vurmamalıdır. Bugün mən tələbəmi danlaya bilərəm, məşqə gecikdiyinə görə. İş işdir. Mən onlarla məşqdə ciddiyəm. İstəyir körpə tələbələr olsun, istəyir böyüklər olsun. Amma məşqdə kənarda mən onların dostluq, qardaşlıq edirəm. Tələbəni zalda danlayırsa, olsun gecikməyinə görə, olsun məşq prosesində zəifliyinə görə, onun deməli uğurunu istəyir ki, danlayır. Müəllim ona qarşı can yandırır ki, ondan nəticə gözləyir ki, onu danlayır. Mən bilirəm də o tələbədə, o canında nə var. O potensial var onda, onu müəllim görür. Orada öz içindəkini çıxardan bir. Müəllim görür ki, bu səndə vardır, sən bunu bacarırsan, verə bilərsən. Amma eləmirsən, səhlənkarlıq eləyirsən. Mənim öz oğlum da elə üz üstə. Allah saxlasın. Hamı Allah balasını sağlasın. Neçə yaş var oğlum? Oğlumun 6 yaşı var. Allah şükür, nədir onun adı. İndiyə kimi uda da gedir. Nəticəli indi inşallah bazar günündə ayın 11-də yarış aparacam. Döyüş növlə liqasının çempionatı ora aparacam. İdmana çox böyük həvəsim var. Mən bir söz demək istəyirəm. Məsələn, elə müəllim var ki, öz övladı yanında məşq eləsə də, başqasının övladını danlayır da, döyür də. Mən baxıram o cərgədə öz övladıma, o biristlərə nəsə əlim gəlmir də, qalxmır. Yəni, deyirəm ki, hamının övladı öz üçün şirindir. Amma mən olmanın içində ən çox danladığım, döydüyüm öz oğlum. Döydüyüm bir bisikletə qarışıyıq. Yəndən mənə da döydüyüm o məcazi formada deyirdi. Eləsi var ki, məsələn, pis başa düşür, o mənə də yoxdur.
Deyirəm eləməlisən, mən biləm axı mənim oğlum bunu eləyəcək. Öşüdür də məndə. Məsələn, yarışda qıraqdan o, elə deyək də, müəllim tələbəsini idarə eləyir də qıraqdan, döyüşə çıxanda. Döyüşçü öz səhvini görmür axı, döyüş ringində. Müəllim onun səhvini görüyor. Amma mən məşə tələbələrimə demişəm ki, hər zaman qulağınız məndə olsun. Sağ olsunlar, hamısının qulağı məndə olur və istədiyimiz nəticələr veririk. Bilsən, bu günləri valideyn yenə deyirəm, əziyyət çəkir, pul qazanır ki, oğlumu və yaxud da qızımı qoyum idmana və yaxud da təhsilə qoyum ki, gələcəkdə bir işin bir sahibi olsun. Ona görə də müəllimlər də o pulu qazanırlarsa, halalçınla qazanmaq lazımdır. Uşaqlarımızı düzgün öyrətmək lazımdır. Uşaqlarımızın gözünü kör eləməsinlər. Onlar bizim gələcəyimizdir. Bugün mən 50 döyüş klubu açmışam öz oğlumun adına. Mən əgər onu açmışamsa, federasiyadan işləyirik də bizdə. Mənim yanıma, məni yaxşı bilib, mənim yanıma övladını qoyursansa, gətirib o məşq deyilədə, pulu verirsənsə, mən sənin övladını tək sənin yoxdur, mənim yanımdakı bütün o valideynlərin, övladlarının yanıma gələnləri yaxşı öyrətməliyəm ki, onların verdiyi o pul hədər getməsin. İndi hal-hazırda mən yenə idmanla məşğul olam da, amma özüm üçün də Ruslan müəllimlə də keçən dəfə efirdə ona salamımızı göndərdik, dostum, qardaşımdır. Məşq günü qardaşım məndən qabaq özü yığır. Bu məşq günümüzdə gəl ikimiz bir yerdə məşq eləyək. Yəni baxırsan ki, Yenə məşğul olsan idmanla. Baxırsan ki, bu insan işini sevir də, məsuliyyət var da boynunda, onu sevir. Mən bu bacıoğlu, onlar o vaxtda Türkiyədə yaşayırdılar, yazılan orada Qazi Universitetində dərs deyirdi. İndi bizim İdarəetmə Akademiyasında dekandır. Onunla bir dənə oğlu var, bacım oğlu. Bacım onu elə baxmışdı ki, nətər deyir, Rus demişim, Mamini Snoçik, yedizdirib, çizib, üstünü ört, xəstəliklər, uşaq da bir dənə kök olmuşdu ki, ombul olmuşdu, yeriyə bilmirdi də. Onu qardaş 6 yaşında qoydum idmana. Atası, bacım qoymurdular ki, yox, uşaq əzilədi, amma nə əzilər? Bu uşaq elə belə kişiləşir, böyüyür də. İndi neçə yaş var? İndi 3-cü kursda oxuyur. Yenə də idmanla məşğuldur. Qardaşım, getdi bu dəfələrlə Azərbaycan, Avropa, dünya çempionu oldu ki, boksdan. Kimin yanında məşq edir? Bakıda? Bəli, 9-cu imkanlarında da məşq oldu zalda. Bir də idman... İndi akademiyada oxuyur, orada da maşallah qəbullandı da necə lazımdır. Mən sənə bir şey deyim, bax Sərət sizin, o da sizin kluba gəlir. Mən üzr istəyirəm, Budo Federasiyasında danışdı, orada Səbuhi, mənim yaxın dostumdur, Nail müəllim, yaxın dostdur. Yaxşı müəllimdirlər. Sizin klubun üzvü də mənim məsəl üçün bacım oğlu. Bəli. Bax, biz ona ümumiyyətlə demirik, idmanla məşğul ol və yaxud idman elə. Adam artıq idmanı şeyə çevirib. Elə bil ki, mütləq gündəlik necə çörək yeyirsən, yorğun gəlir işdən. Elə olmalı. Gecə saat 6-dır, 5-dir, baxıram ki, yoxdur evdə. Bu haradadır? Gecədən söhbət gedir. Bir də görüm gəldi, sumkası əlində, idmandan gəldim. Biz yatmışıq evdə. Ödürüm bu vaxtda idman olar. Həvəsi var da. Həvəsi var. Sonra o cür soyuq, o cür, məsəl üçün, bir də görürsən, soyuq olur da səhərə yaxın. Baxıram ki, həyatda bu adam turnikdədir, məşq eləyir. Birsən, elə bir ki, şeyindən, maşallah, bədəni də formadadır. Həyat devrizinə çevrilir. Bilirsiniz, Amir mən bir dənə söz deyim, idman... Adamla var, can çəkə-çəkə idmana gedir. Onu getmə o, onu nasıl getmə? Yox, biz sizlə düz deyirsiniz, o alınmır da elə insanlarda. İdmana əgər sevgin varsa, idmanı sevirsəsə, baxmayacaqsan, qışdır, yaydır, fərqi yoxdur, məşq edəcəksən. Sizin oğlunuzda idmana böyük bir sevgi var ki, o gecə, o çox adam deyir ki, gecə vaxtı, valla, məsələn, 9-dan 11-ə məşq keçir, elə maraqlı gedir. Maraq, o müəllim birinci özünü sevdirməlidir tələbiyə, ikinci də ki, idmanı sevdirməlidir tələbiyə. Ona görə, məsələn, mənim yanıma gələndə həvəslə uşaqlar gəlir, çünki özümü sevdirmişəm tələbələrimə. İkinci də ki, idmanı sevdirmişəm, çünki onlar bizim gələcəyimizdir, əsas onu... Məcburiyyət qarşısına gələnlər var? Var, niyə? Gələnlər yoxdur, elə qadınlar var ki, xanımlar var ki, istəyirəm ki, Sərət mənim övladım idmançı olsun, uşaq. Mən istəmirəm, nə bilim, idmanı istəmirəm, ancaq evdə elə yeyim, telefonla oynayım. Onun gələcəyi düzgün olmur, o gələcəyin əsgəridir o. Mənim o vaxtı idman müəllimim, karate müəllimim Zahir Mirişov olub. Buradan da salamlayıram onu, o dəyərli insandır, gözəl insandır.
o insanın insanlığın birinci növbədə sevirdim. Qardaşımız deyir, özün sevdirməlidir. Bəs nə? Elə gözəl münasibət qururdu ki, zaldan çıxmaq istəmirdin. O günü bugünkü günə kimi onunla mənim dostluğum var. Tez-tez görüşürük. Həm də gözəl, maşallah, gözəl diş həkimidir ha. O tibbi də bitirib. İki sənəti var. Sənəti var. Amma idmandan da nə bilim bir çox dünya Avropa çempionu uşaqlar Həm də bir şey var da, uşaqlarımızın, hörmətli tamaşaçılarımız, o adamlar deyir ki, uşağım avaralara qoşulub, nə bilim, uşağım narkomandır, uşağım, nə bilim, içkiyə qurşanıb, nə bilim, uşağım dələduzdur. Bugün cəza çəkmə müəssisələrində nə qədər bizim az yaşlı gənclərimiz var. Hamısı törətdikləri əməlin cəzasını çəkirlər də. Yəni biz bunu bilirik. Amma bu uşaqları ki, əvvəldən bir necə deyim, onların maraq dairəsini valideyn yönləndirsə, bax, idmana get, boş vaxtında filan yerə get, ora get, bura get. Mənə gəlir ki, onların başqa pis işlə məşğul olmağa vaxtları qalmaz. Həm də gəlirlər, kollektivin içində olurlar. Artıq tək olmursan da. Həm dünya görüşləri artır, həm də orada yeni dostlar qazanırlar idmanda. Həm sağlam olurlar, məşq edir. Məsələn, mənim elə tələbələrim var ki, deyir, müəllim, idmanı sevirik, valideynimiz deyir ki, oxumalısan. Elə valideyn var ki, deyir, mən qoymuram oxumağı, qoy idmanı. Qardaşımızın belə valideynlər də var. Bu idman var, idmansız söhbəti var da. Çoxu fikirləşir ki, idmana gedəcək uşaq, idmançı olacaq. Əksəriyyət idmançını belə kör-kobud kimi tanıyırlar da. Amma sənin bir söz deyim, o kör-kobud olan insanlar var, danışıq, rəftarın bilməyənidir, idmançıyım. O idmançı deyir. Əsl idmançı o qədər sadə olur ki, üzünə demək olmasın, qardaş tələbələr yetişdirir də. Sadəliyinlə, gözəlliklə bilirsən ki, bu insan idmançıdır. Amma mənəm, vuraram, yıxaram, o idmançı deyil, qardaş. İdmançıda olan, üzr istəyirəm, qardaş. İdmançıda olan qanacaq tərbiyə hələm-hələm insanda yoxdur. Əsl idmançıdan söhbət edirsiniz. Bəli. O işin şeyləmir də, amma adam da var yalandan qolun şişirdi, bütün əsl O boş şeylər də o. Buna burada, bu qavatlıq edir, ona burada. O idmançı deyil, qardaş, o boş şeydir. O kiminsə küyünə, tırkasına gedir, o deyir. İdman mədəniyyəti, sadəliyi sevir. Bəli. Bir şey ki, idmançı gedir dünyada sənin bayrağını qaldırır. Sən özün neçə ölkədə Azərbaycan bayrağını dalğalandırmısan? Dünya çempionatlarıdır, Avropadır, ondan sonra beynəlxalq turnirlər keçirilir də, başqa-başqa ölkələrdə keçirilir. Dünya çempionatında da çempion olmuşam, rəsmi dünya çempionatında, Avropa çempionatında. Sən kəmərin də var da? Bəli. Profesional döyüşlərin kəmərim də var, dünya titul kəmərim də var. Mən İranda dünya titul kəmərini vuruşanda orada ermənilər də var idi. Ermənilər mənim rəqibimə dəstək idi. Amma mənim rəqibimin çəkisi də boyda çox hündür idi. Onu bir ayaq zərbəsi ilə nakavtım, döyüşlərim də var. Ermənilər sakitcə durdu. Mən ringin o kanat deyirlər də, bura bayrağımızı qaldıranda məni tutub alqışladılar. Ermənilər. Bəli. Yəni idman sahəsində mən çox əziyyət çəkmişəm. Həm fiziki, həm maddi cəhətdən. Amma istədiklərdə nail olursan. Bəli, bir sənətərdir. Məsələn, elə adamlar olub deyir ki, baxmırlar da idmana. İndi hər şeyin öz yeri var, deyir, hər yaşın öz dönəmi var, vaxtı var da. İndi demişəm ki, nədir onun adı, bəlkə də qurbu olmalı. Allah bəlkə məni sınıq açar, görüm dözəcək. Bu deyir ki, mən bu idmanı sevirəm. İndi yox, bu günləri mən biraz bu işlə məşğul olum, biraz o işlə məşğul olum. Heç nə nail ola bilməyəcək. Məsələn, elə idman uşaq var ki, gəlir biraz trenajorla məşğul olur, biraz cıdo ilə, biraz güləşlə, axırda gölkəs yerə çıxa bilmirdi. Ona görə də mən axıra kimi birlə getmişəm. Məsələn, sevdiyiniz peşənin dalıncan sona qədər gedin. Sona qədər. Həbib, Orxan deyir ki, Həbib bir dənə oxusun. Oxuyuqdur. Oxu da. Məndən oxumaq istədi qızdır. Sən də oxumaq istəyirsən. Səndən oxumaq istəyirəm. Məndən oxumaq istəyirəm. Buyur, gəl oxu. Gezdim obanı evi, Məcnun kimi mən dəli. Göz yaşım için yaşayıram sənin üçün. Gezdim obanı evi, Məcnun kimi mən dəli.
Göz yaşım için yaşıyorum senin için. Seni görecek dilim var, fikrimde ümit hayal. Kalbimde bir sevgim var, yüzün güldür lebin bal. Fakat sana vuruldum, deli divane oldum. Düşünme sorağında bir an bile yoruldum. Gezdim obanı eli, Mecnun kimi mən deli. Göz yaşım için yaşıyorum senin için. Gezdim obanı eli, Mecnun kimi mən deli. Göz yaşım için yaşıyorum senin için. Axtardım sordum seni, gezdim çölü çəməni. Hər kəlməmdə sözümdə xatırladım mən səni. Fəqət sənə vuruldum, deli divane oldum. Düşünmə sorağında bir an belə yoruldum. Gezdim obanı eli, Mecnun kimi mən deli. Göz yaşım için yaşıyorum senin için. Gezdim obanı eli, Mecnun kimi mən deli. Göz yaşım için yaşıyorum senin için. Gezdim obanı eli, Mecnun kimi mən deli. Göz yaşım için yaşıyorum senin için. Gezdim obanı eli, Mecnun kimi mən deli. Göz yaşım için yaşıyorum senin için. Davam edirik əziz tamaşaçılarımız, reklamlarımız bitdi. Biz yenə qayıtdıq, gəldik. Həbib deməli, Fərəcovdur, bəli. Elə deyəcəyim Cəfərov. Və Həmişə Cəfərov deyirsən. Hə? Həmişə Cəfərov deyirsən. Hə, niyə elə deyirəm, bilmirəm. Deyirsiniz Əl-Baba adında. Allah. Həbib, artıq neçə ildir efirlərdəsən? 2011-dən. 2011-ci ildə. Peşəkar səhnədəsən. Bəli. Seriallar filanlarla Bəli, nəzər bəli. alırsan da. 2011, baya bir 16 il. 16 ildir. İstədiyin o qazancı qazana bilirsən peşəndən, Nə cəhət, yəni maddi cəhətdən yoxsa? maddi cəhətdən. Şükür olsun bugünkü günümüzə Samir. Hə? Şükür olsun bugünkü günümüzə. Şükürlər olsun. Özüm bilsən, yəni mən heç çox maddiyyat dalınca çox qaçmamışam da. Bəzən elə məclislər olur ki, atqaz edirəm, getmirəm. Getmirsən. Bəlkə pula ehtiyacım var, həmin an, amma yenə getmirəm. Seçim edirsən, yox, bura mənlik deyil. Bəli, ancaq bacardığım qədər mən Səliqəli, səliqəli səviyyəli. el şənliklərinə gedirəm, bacardığım qədər. Düzdür, olub əvvəllərdə, indi də dəvət gəlir ki, kabinetlərə çağırırlar. Kabinet məclislərinə filanlar getmirsən. Bacardığım qədər getmirəm, yox. Bilsən ki, orada Bacardığım qədər deyəndə ümumiyyətlə getmirəm, elə məclis götürmürəm. kabinet məclislərinə getmirsən. Kabinet məclisi getmirəm. Bax, qadın ad günləridir, çağırırlar, getmirəm. Aha, Ancaq el şənliklərinə. ev şənliklərinə. Bəli. Amma məsələn, bir də görsən, kimlərsə bir yığılıb balaca bir kabinetdə məclis edir, ad gün edir. Məsəl üçün, nəysə bir əlamətlər günü qeyd edirlər kollektivlə. Bəylərdirsə gedirsən ora. Yox, getmirəm. Düzdür, belə baxanda, yəni kabinet məclisinə getsən, orada qazanc el şənliyindən daha da çox olur. Amma getmirəm. Getmirsən. Xeyr. İnsanın müəyyən özünə qoyduğu şeylər var da, sərhədlər var da, sərhəd.
Ümumiyyətlə, Hə. yəni bu sənətdə isə düzdür, oxuyuruqsa təbii haldır ki, dolanışığımız oradan çıxır, oradan qazanmalıyıq. Amma elə şeylər var ki, orada pul hər şey deyir axı. Yəni insanın mənəviyyətindən, şəxsiyyətindən artıq deyir pul. Heç nə deyil. Yəni sən pula elə baxırsan. Bəli. Məsələn, mən gedim el şənliyində ifa eləyirəm. Bayaqları bir mənə deyir, bunun kostyumun cibləri həmsə bağlıdır. Mən kostyumun cibini açmaram ki, kimsə yatıb ora pul qoysun. Görürəm ki, çalışır, göstərirəm ki, qoy musiqiçilərin üstündə. Mənə verməsinlər, xoşlamıram kimsə mənim cibimə pul qoysun. Demək, xarakterdən irəli gəldi. Qiyməti nə danışmışamsa, neçə getmişəmsə, o mənə kifayətdir. Başa düşürsən. Əslində, bunlar çox gözəl bir şeylərdir. O etiketdir də, mütləq o etiket qaydalarıdır. İnsan gəlir özünə hörmət qoysun. Bəli, etiket qaydaları. Məsələn, biri gəlir, indi... Məsələn, bax, sən deyirsən ki, mənim xoşum gəlmir, kimsə mənim cibimə pul qoysun. Belə müğənni də var ki, hələ bunun cibinə pul qoymur, gedir elə dirəşir adamın başının üstünə dayanır. İndi onların öz fikirləridir, bu mənim subyektiv fikrimdir. Yəni, mən xoşlamıram, kimsə içir, gəlir, danışır, ağzından yemək tökülə, qulaq, baş. Yəni, o şeylər mənlikdədir. Həmişə çalışdığım... Mahnını yarımçıq saxlayıb çıxa bilərsən, hə? Elə yer var ki, eləyərəm, eləmişəm də. Nəsə xoşuma gəlməsi, eləmişəm. Mənlikdür, çıxdım. Bunda xasiyyətin çətindir. Xasiyyətim çətindir, sadəcə xarakterim var. Xasiyyətimi hər kəsdən yola getməyə bacarırım. Çox insanı da, o insan mənə dəyərlidirsə, əzizdirsə, mən o insanı yola verməyə bacarırım. Həm dəli dolusan, həm qısqanclıq var səndə. Təbii ki, o qısqanclıq hər bir kişidə olmalıdır. Bir kişi ki, sevirsə, onun qısqanclığı olmalıdır. Sevmirsə, deməli, orada sevgidən əsər-əlamət yoxdur. Qısqanclıq yoxsa, deməli, sevgidən əsər-əlamət yoxdur. Sadəcə boş-boş şeylərdir. Boş-boş şeylərdir. Razısan, Səvət? Bəli, düzdür. Sən nə bilirsən? Əkizlər. Əkizlərsən? Oxatan. Səndə də var o qısqanclıq? Əlbəttə. Çox az. Oxatanların qısqanclığı dəhşət Sevirsənsə, dərəcədir. əlbəttə ki, qısqanmalısan. Qısqanmayanlar sevməyənlərdir. Deyəm, atam, anam məslək gördü oldu. İnsan bugün öz seçdiyi insanla üzr istəyirəm, ailə qurursa xoşbəxt olur. Mütləq o İnsan, adam var deyir ki, yaşa cavanlıqda idi, tez ailə quranda idi. Məsələn üçün o var. İndi heç nə yoxdur. Məncə... Yox, elə şey, nə bilim, valla. Elə insan var, düz, sözümə qüvvət deyir. İndi çətinliyəm gedib, üzr istəyirəm, qız evini alıb gətirilən kimi də, yəni. Ondan sonra üzr istəyirəm, uşaq olur, yaddan çıxır, nə, yox, yalan söyləyir. Yox. Həyat yoldaşı həm sənin dostundur, həm dərdləşdiyin insandır. Qardaş o necə gözəldir. Çoxun dilinə düşüb ki, insan ailə qurandan sonra sevgisi ölür, sevgisi sonra boş söhbətdir. O sevgi sənin ürəyində varsa, o qəbir evinə ki, səndən gedəcək. O yoxdursa, o bir müddətdən sonra soyğuluq yaranırsa, deməli sonra da əvvəldən sevgi olub. Sadəcə cüzi istək olub, bağlantı olub. Yoxsa elə adam var ki, bir üzrsən, qız evinin qapısına 100 dəfə gedib gəlir. Mən oğlum sənin qızından ötürü ölür, nəm sevir, üz istəmək böyüklərimizdən də. Yaxşı, əgər bunu sən demisənsə, axıra kimi, ölənə kimi də dəstək oldu. Səhv dedimsə, deyil, səhv dedim. Kim dəstək olsun, valideynlər? Yox, oğlan. Oğlan özü. Əgər, məsələn, oğlan evi... Nə oldu bəs, ölürdün, indi nə oldu, daha ölmürsən? Oğlan evi göndərir qız ilə ki, yəni mənim oğlum sizin qızdan xoş gəlir, ailə qurulması. Nə oldu, indi alıb gətirəndən sonra üz üstünə böyüklərimizdən də bir dənə, iki dənə uşaq olandan sonra başlayır, həbisi o yaddan çıxdı, xeyirli şey olmaz axı. Bu günləri həyat yoldaşıma hörmət eləməlisən. Ondan sonra... Yenə də əvvəlki kimi o diqqət olmalı. O deyil, kesinliklə bir verişdə idim, sizin verişdə bir dənə şairə oturmuşdu burada, yadıma gəlir, deyilsin, nə cavan qalmışsınız. Bir söz deyir ki, nədir, yağın həyat yoldaşını yaxşı bağlıdır. Bu günləri hər bir bəy öz xanımına diqqət etirsə, onu sevsə, üzr istəyirəm, necə onun adı, o ilə maraqlansa, o xanım bilməyəcək, onun yenisi yaşı var. Cavan da qalacaq. Bəli. Yoxsa, nə bilim, qız evində olanda, nə bilim, oğlan evi, nə bilim, ölür, gedir, gəlir, 100 dəfə gedib, gəl, axıda gətirir, cəmaatın üzr istəyirəm, qızını da bədbaxt edir, axıda gəl boşanmayacaq. Hər bir qadın xoşbəxt olmağa layiqdir. Bəli, həyat yoldaşı güzgüsüdür. Onun həyat yoldaşı onunla necə davranırsa, onun xanımın üz dizgilərində, hərəkətində onu görürsən. Xoşbəxtsə xoşbəxtçilik görürsən, kədərsə, bəli. Həmişə o atasından da, qardaşından da, ailəsindən də çox həyat yoldaşına güvənməlidir. O güvəni kişi qazanmalıdır. Kişi qazandırmalıdır. Kişi qazandırmalıdır ki, yəni qadın bilməli ki, mənim arxamda dağ var.
Şərt söhbət maddiyyatdan getmir ha. İnsanlar maddiyyat olmaya da bilər. Amma kişilik xarakteri, mənimsəmək, başa düşdüyün, sən mənimsən. Onu ona hiss elətdirməlisən, ona yaşatmalısan. Bəli, bəs düzdür. Başa düşdün, sevgi sözü mənim üçün adi bəsit sözdür. Sevirəm sözü deyirsənsə, Onun arxasında dayanmalısan. Sevgi mənim üçün ilahiləşdirilmiş bir formadadır. Sevginin nə dərəcədə böyük məna kəsb İlk gündə dozası nə qədərdirsə, sona qədər də o dozdan davam o dozlarını artmalıdır. Nəinki Bəli, azalmalıdır. ilk gündən tanıyırsan, sevirsən, bağlanırsan, amma get-get o sevgi sənin ürəyində böyüməlidir. Tamam. Şifahi məlumatımızın vaxtıdır. Vaxtımız da çox azdır. İzləyək davam edəcəyik. Hələ sonda həbibdən bir mahnımız da olacaq, bir nəğməmiz də olacaq. Sponsorumuz Doktor Seyfəddin Klinikasıdır. Bilirsiniz, Həzə Aslanov metro stansiyasının çıxışı Söhbət Xətai rayonundan gedir. Doktor Seyfəddin Klinikasında bütün müalicə və müayinələr təbii üsullarla aparılır. Və xəstəliklərinizi tam təbii üsullarla müalicə elətdirib sağlamlığınıza qovuşmaq istəyirsinizsə, aşağıda gördüyünüz telefonlarımızla əlaqə saxlayın. Doktor Seyfəddin və onun komandası sizin sağlamlığınızın keşiyində dayansınlar. Təşəkkürlər. Hörmətli sürücülərimiz, sükan arxasında narahatçılıq keçirirsinizsə, avtomobilinizin hər hansısa bir yerində texniki nasazlıq yaranıbsa, siz qətiyyən narahat olmayın. Çünki Eko Avtoservis sizin xidmətinizdədir. Əgər avtomobilinizdə bu texniki problemi, texniki nasazlığı aradan qaldırmaq istəyirsinizsə, usta müəyyən sexlərə getməyin. Çünki qeyri-peşəkar ustalarımız çoxdur. Biz sizə peşəkar ustalar təklif edirik. Çünki ekoservisdə çalışan, avtomobilin istənilən, belə deyim də, nasazlığını aradan qaldıran ustalarımız dünyanın bir sıra Avropa ölkələrində sertifikatlarla təmin olunublar. Və qiymətlərə gəlincə, bunu da vurğulamaq istəyirəm ki, qiymətləri çox münasibdir. Çox münasibdir. Elə bu narahatçılığınızı aşağıdakı nömrələrlə əlaqə saxlayıb, anındaca aradan qaldırıb açarlarınızı təhvil ala bilərsiniz, hörmətli sürücülərimiz. TikTok, Instagram, bu arada TikTok səhifəmiz Samir Bayramlı DTV səhifəsindən daxil olun. Samir Bayramlı daha doğrusu TV səhifəsindən daxil olun. Maraqlı videolar paylaşıram, bugün də paylaşacaq, sağ olsun Bahar. Bizim videoqrafımız hər gün maraqlı videolar çəkir proqramımızla bağlı. Bugün də çəkəcəyik. Yazırlar heç, məsəl üçün çox xoşuma gəldi, deyirsən xanım olan məclislərə getmirəm. TikTok, Instagram sənin əlində olmayan bir şeydir. Bir də görsən xanımlar da yazır, fanatlıq eləyir, filan beş məkan yazırlar. Nə demək istəyirsən onlara? Bir söz deyim ki, yenə buradan üzümü tuturam həmin izləyicilərə, çox sağ olsun, hamısına hörmətlə yanaşıram. Amma xahiş edirəm ki, mənə şəxsi münasibətlər bağlı heç nə yazmasınlar. Xüsusilə xanımlar. İstədiniz ki, subay söhbəti, yox. Subay deyirəm, xoşbəxtəm, həyatımda xanımım var, canımdan çox sevdiyim xanım var. Bilirəm, o da səni çox istəyir. Onun telini sizə dəyişmərəm. Dünən biz onunla da danışdıq, salamlayırıq, baxır bizi. Mənə elə mövzuda yazmasınlar. Aha. Bu qədər. Bu qədər salamlayıram o gözəl xanımda, dünən də danışdıq. Səni çox istəyir. Həmişə belə bir-birimizi çox istəyin. Gördüm ki, səni çox belə, nə deyilir, qoluyub, qeydi və qalır, çox belə qoruyur. Salamlayıram xanım. Şəxsən tanımasan da biz dünənləri mənə də təşəkkürüm bildirdim müəyyən mənada. Yavaş-yavaş yekunlaşırıq. Həbib, sənə təşəkkür edirəm. Çox sağ olun. Sərət, sənə təşəkkür edirəm. Bugün biraz özəl söhbət oldu. Ümumiyyətlə, dünəndən başlamışam bu cür. Maraqlı oldu. Hə? Maraqlı oldu. Həm istəyirəm insanlarımız maariflənsinlər. Mən o dava, qırğın, qalmaqal, hay, huy, bu şeyləri istəmirəm. Özüm də davadan qorxan adamam, davanı sevməyən adamam. Şəxsi həyatımda da, ailəmizdə də, yəni sevmirəm də, söz-söhbət varsa, elə biləm ki, insanın işi gücü də düz getmir onda. Bir yerdəki söz-söhbət varsa, o artıq o ailədə dava, qırğın, qiyamət, valla ruzi də göyə çəkilir. Deyir, o məsləhəti də genel olardı, hər şeyi məsləhətlə eləmək daha gözəldir. Ona görə verilişimə də bu şeyi yansıtmıram. İnsanlarımız olsa gərgin bir dövranda zamanda yaşayırlar. Onların da istəmirəm əhvalı korlansın,
daha da gərgin olsunlar. Yəni mən bunu həmişə qoruyub saxlamışam. Təşəkkür edirəm hər birinizə. Biz sizə təşəkkür edirik. Proqramımızı YouTube-dan izləmək istəyənlər Samir Bayramlı Tam Səmimi səhifəsinə abunə olsunlar, oradan izləsinlər. Həbib, sonda da sənin gözəl bir ifanla yekunlaşdırır. Özünüzə yaxşı baxın, əziz tamaşaçılar. Gözlerin süzme bile gözüne kurban, bakışın nare kimi kalbine dolar. Naz etme aşıkına, nazına kurban, derdinden gül yanarın sarılıp solar. Naz etme aşıkına, nazına kurban, derdinden gül yanarın sarılıp solar. Dağlar duman olar, halım yaman olar. Halım yaman olar. Mən səni çox sevirəm, sən də sevsən nə olar? Səni mən çox sevirəm, sən də sevsən nə olar? Dağlar duman olar, halım yaman olar. Dağlar duman olar, halım yaman olar. Mən səni çox sevirəm, sən də sevsən nə olar? Səni mən çox sevirəm, sən də sevsən nə olar? Güzellerin içinde sen hatay olmaz. Kara sevdaya salan şerla gözlerin. Görsem o yüzünü kederim kalmaz. Melhemdi sevdiğine şirin sözlerin. Görürsem o yüzünü kederim kalmaz. Melhemdi sevdiğine şirin sözlerin. Dağlar duman olar, halım yaman olar. Dağlar duman olar, halım yaman olar. Mən səni çox sevirəm, sən də sevsən nə olar? Səni mən çox sevirəm, sən də sevsən nə olar? Dağlar duman olar, halım yaman olar. Dağlar duman olar, halım yaman olar. Mən səni çox sevirəm, sən də sevsən nə olar? Səni mən çox sevirəm, sən də sevsən nə olar? Mən səni çox sevirəm, sən də sevsən nə olar? Səni mən çox sevirəm, sən də sevsən nə olar?